Hörmətli polis işçisi, mən sənə müraciət edirəm. Bir insan kimi, mən anlayıram ki, əmrlərə tabe olmaq sənin vəzifəndir və sən bunu edəcəksən. Mən bura həqiqətləri bilmək namına gəldim. Mən küçəyə çıxdım, doğma vətənin namına, doğmalarım və ailəm namına, sənin vətənin namına, sənin ailən namına, hamımızın gələcəyimizdən. Mən ağrı acı istəmirəm, mən qan istəmirəm, mən heç kimə zülm arzulamıram. Sadəcə bunu xatırla, dəyənəklə üzərimə gəldiyin zaman.